Mən Türkiyə Respublikasında bir neçə qızı cinsi istismara məruz qoymuşam və Azərbaycan ərazisində bir çox qadını fahişəliyə cəlb eləmişəm. Məqsədim qazanc əldə etmək olub. Telegram sosial şəbəkəsinin Escort az saytında Metiska ləqəbi ilə qeydiyyatdan keçmişəm. Azərbaycan Respublikasının qadınlarını, onların şəkillərini saytda paylaşaraq onları cinsi istismara məruz qoymuşam. Onlar kanaldan ayrılmaq istədikləri zaman onları yarıçılpaq şəkilləri və şəxsiyyət vəsiqələri ilə təhdid etmişik. Mən toplanılan pul vəsaitlərinin bir hissəsini kriptovalyuta üzərindən göndərmişəm.